Ümumiyyətcə bu sənətdə ağıllı və ağılsız adamlar olub. Sənət olanlar heç nə eləyə bilməyib, sənət olmayanlar çox şey eləyib. Yəni, mən bunu qorxmayıb, çəkinməyib, birbaşa qoy bütün musiqicilər də eşitsinlər, böyüklərindən tutmuş balacalarına kimi də. Yəni, bunu da məndən başqa heç kimi deyə bilməz, çünki ona ürək lazımdır. Onu ancaq mən deyə bilərəm. Məsələn, bu musiqi aləmində Vidadi Bərdəli var idi. Yəni, onun kimi bir oxuyan iş bir əsrdən də sonra gəlməyəcək. Yəni, heç nə qoyub gedənmədir. Düzdür, tanındı, eşitdi. Yəni, o sənətin yəzi, yəni, onunla qabaq-qabağa çıxıb oxumaq elə bir müğənni mən görməmişim. Oxuya bilərsən, amma ona cavab verənməzsin. Belə bir Allah vericisi deyirlər, bu Allah vericisiydi, bu oxumaq deyildi, bu Allah tərəfindən gəlmişdi. Yəni, elə bir səs imkanları var idi ki, yəni, mümkün deyil də, yəni, heç vaxt o demirdi ki, filan kökdən filan şeyi çal oxu. Yəni, hardan ürəyin istəyir, oradan çal, sənə rahat olsun. Və yaxud marojna yerdi, buz kimi su içirdi. Yəni, nə əlinə gəlirdi, eləyirdi, görün ki, səsə dəxli yoxdur. Bu Allah vericisi budur da, biz bir qudum soyuq su içən kimi boğaz gəlir, dağarır. Yəni, o da, məsələn, o sənətlə getdi toya, nə olsun, yəni sevildi, bir şey qoyub gedə bilmədi də, yəni büyünləri ilə ancaq toyxanalardan qulaq alsan. Amma onun kimi oxuyan heç bir də bir əsr gəlməyəcək.